Salam dostlar, may ayı pensiyalarınızla bağlı xoş xəbərim var. Dövlət Sosial Müdafiə Fondu rəsmi olaraq açıqladı ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar 14 may 2026-cı il tarixindən ödənilməyə başlayacaq. Rayonlarda yaşayan dostlarımız da narahat olmasın. Güzəştli pensiyalarda daxil olmaqla bütün ödənişlər 20 maya qədər tamamlanacaq. Bu videonu məhz ona görə çəkdim ki, vaxt itirməyəsiniz və dəqiq məlumatı vaxtında öyrənəsiniz. Pensiyanızın nə vaxt kartınıza köçürüləcəyini artıq bilirsiniz. Biraz da əlavə məsləhət. Bank və ya poçtunuzun iş qrafikini də yoxlayın. Bəzən texniki səbəblərdən 1-2 gün gecikmə ola bilir, amma narahat olmayın, bu normal haldır. Siz də pensiya, müavinət və digər sosial məsələlərlə bağlı sualınız varsa, şərhlərdə yazın, bacardığım qədər kömək edərəm. Abunə olmağı və zəng işarəni aktiv etməyi unutmayın ki, belə vacib məlumatları ilk siz öyrənəsiniz. Sağ olun ki, varsınız. Hər birinizə can sağlığı və bol ruzi arzulayıram.